Değerli yoldaşlar, xoş gördük hər birinizi. Mən Fariz, mənim Axundzadə. Bugün qarşınızda cümlənin baş üzvlərinin izahı ilə. Deməli yoldaşlar, cümlə üzərini iki yerə böləcəyik. Baş üzvlər və ikinci dərəcəli üzvlər. İkinci dərəcəli üzvlər. Aha. Deməli, burada vəziyyət necədir? Burada vəziyyət belədir ki, baş üzvlərlə ikinci dərəcəli üzvlər elə adından göründüyü kimi baş üzvlər əsasdır. Baş üzvlərin funksiyası daha çoxdur. İkinci dərəcəli üzvlərin funksiyası ona nisbətən belə deyək, adından göründüyü kimi ikinci dərəcəlidir. Yəni cümlə baş üzvlər əsasında formalaşır. İkinci dərəcəli üzvlər cümlənin sadəcə mənasını genişləndirir, izah eləyir. Belə deyək də, təyin, deyək ki, əlamət bildirəcək, keyfiyyət bildirəcək, miqdar bildirəcək, zərflik, hərəkət, müxtəlif izah eləyəcək və s. Belə. İndi baş üzvlər hansılardır? Bugün sizə baş üzvlərini danışacağım. Baş üzvlər mübtəda və xəbərdir. İlk olaraq gəlin başlayaq mübtədadan. Mübtəda cümlədə əsas fikir özülü, yəni fikir sahibidir. Mübtəda quruluşca iki yerə bölünəcək. Sadə və mürəkkəb mübtəda. Baxın, biz mübtədanı şəxslə müəyyənləşdiririk. Həmin şəxs də xəbər öznəsini tapır. Məsələn, baxın, deyirəm ki, mən gəldim. Bir dəfə deyirsən ki, mən kitab aldım. Bu cümlədə kitab sözü də var, mən sözü də var. Hər ikisi vizual olaraq baxanda şəkilsiz görünür. Ona görə sən düşünə bilərsən ki, mübtəda kitabdırmı, yoxsa məndimi? Gəlin baxaq birinci cümləyə. Nə etdim? Gəldim. Gəldim kimə aiddir? Gəldim bu şəxs sonluğuna görə deyirsən ki, mənə aiddir, düzdür? Bunun mübtədası məndir. İndi nə etdim? Aldım. Aldım xəbəri burada kitaba mı aiddir, yoxsa mənə mi aiddir, şəxsə görə? Aldım, mən aldım deyirsən deyə bu birbaşa gəlir, mənə uyğunlaşır. Bu aldım xəbərindəki şəxs axı kitaba aid deyil, düzdür? Ona görə burada kitab sözü qeyri-müəyyən təsirli haldadır, əslində kitabı olmalıydı. Qeyri-müəyyən təsirli halda cümlə tamamlıq olmuş olur. Ona görə ümumiyyətlə cümlə təhlil edərkən, cümləyə özlərini taparkən ilk olaraq xəbərə yanaşmaq lazımdır. Xəbər tapmaq lazımdır. Xəbərdən mübtədanı tapmaq lazımdır. Sonra bir digər cümlə üzərini tapmaq lazımdır. Mübtəda quruluşca sadə və mürəkkəb olacaq yoldaşlar. Ümumiyyətlə bu sadə mürəkkəb olmaq bütün cümlə üzərinə aiddir. Baxın, nitq hissəsi ilə ifadə olunan mübtəda, gəlin yazaq. Deməli, nitq hissəsi ilə ifadə olunan mübtəda sadə mübtəda sayılır. Sadə. Söz birləşməsinin ifadə olunan mübtəda isə söz birləşməsinin ifadə olunursa bu mürəkkəb sayılacaq. Müəllim, bütün halda nitq hissəsidirsə sadədir, söz birləşməsidirsə mürəkkəbdir. Ha, məsələn, yazıram ki, çoban yastığı dərman bitkisidir. Və yaxud da qısa yazaq, çoban yastığı faydalıdır. Necədir? Faydalıdır. Nə? Çoban yastığı. Burada mübtəda çoban yastığı, düzdür? Bu bitki yazıldı, bilirsiniz. İndi burada çoban yastığı mübtəda olub. Deyirəm ki, mübtəda quruluşda sadədir, mürəkkəb. Baxırsınız ki, bu çoban yastığı mürəkkəb sözdür, düzdür? Çoban bir sözdür, yastıq bir söz. Deyirsən, mənim bu mürəkkəbdir. Amma səhv eləyirsən. Niyə? Gəl mübtədanın ifadə vasitəsinə bax. Mübtəda nə ifadə olunub? Müəllim, mübtəda mürəkkəb isimlə ifadə olunub.
Neylə ifadə olunub? İsimlə. İsim hansı nitq hissəsi? İsim nədir? İsim nitq hissəsidir. Mən bura nə yazmışam? Yazmışam ki, nitq hissəsinin ifadə olunursa sadədir. Müəllim, axı nitq hissəsi mürəkkəbdir. Olsun da nitq hissəsinin quruluşunun bir önəmi yoxdur. İstəyir sadə nitq hissəsi olsun, istəyir düzəltmə, istəyir mürəkkəb. Bütün halda nitq hissəsidirsə sadə olmuş olacaq. Bu belə. Amma yazsam ki, məsələn, kitabın üzü cırıldı. Nə etdi? Cırıldı. Nə cırıldı? Kitabın üzü. Hə, indi bura fikirləş. Kitabın üzü nədir? Kitabın üzü söz birləşməsidir. Üçüncü növ təyin söz birləşməsidir. Hə, artıq mübtəda söz birləşməsinə ifadə olunub deyə sən buna mürəkkəb mübtəda demiş olacaqsan. Mübtəda bütün əsas nitq hissələrindən ifadə oluna bilər. Bütün hər biri ilə. Aha, hər birinə ifadə oluna bilər. Gəlin bir hər birinə aid nümunə yazaq. Məsələn, deyirəm, mən gəldim. Nə etdim? Gəldim. Kim mən? Burada əvəzinə ifadə olunub. Və yaxud da deyirəm ki, qocalar söhbət edirdilər. Söhbət edirdilər. Nə edirdilər? Söhbət eləmək bir yerdə götürəcəksən. Yaxşı mürəkkəb feildir. Kim söhbət edirdi? Qocalar. Qocalar hansı nitq hissəsidir? Sifətdir. Ay müəllim, axı kim sualına cavab verir? İsim olsun. İsim deyil. Sifətli isimləşib. Yaxşı. Birincilər qalib gəldilər. Qalib gəldilər. Nə etdilər? Qalib gəldilər. Kimlər qalib gəldilər? Birincilər. Birincilər isim deyil. Saydı. Birinci. İsimləşib. Deməli, nitq hissəsi olacaq. Say olacaq. Yaxşı. Yazıram ki, kitab maraqlıdır. Maraqlıdır. Nə? Kitab. Hansı nitq hissəsidir? İsimdir. Burada isimlə ifadə olunub. Yaxşı. Deyirəm ki, yuxarılar bu işə baxacaqlar. Nə edəcəklər? Baxacaqlar. Kim baxacaq? Yuxarılar. Mənim yuxarı hansı nitq hissəsidir? Aşağı yuxarı zərfdir. Yaxşı. Yəni burada zərflə ifadə olunmuş olur. Yaxşı müəllim, isimli, sifət, say, əvəzlik yazınız. Bəs feillə ifadə olunurmu? Ola bilər müəllimlər. Təsriflənməyən feillərdən məsdərlə feili sifət mübtəda ola bilər. Məsələn, yazıram ki, oxumaq maraqlıdır. Maraqlıdır. Necədir? Maraqlıdır. Nə? Oxumaq. Oxumaq hansı nitq hissəsidir? Feildirmi? Görsən, feillə ifadə olundu. Və yaxud da yazıram ki, oxuyanlar qəbul olacaq. Buyur, oxuyanlar miqdə məktəbə qəbul olacaq. Qəbul olmaq mürəkkəb feildir. Nə edəcək? Qəbul olacaq. Kim? Oxuyanlar. Burada anın feili sifətdir. Burada maqmək məsdəridir. Anın feili sifətdir. Nə yekun olaraq feildir. Deməli, burada da feil mübtəda olmuş olacaq. Yoldaşlar, nələr mübtəda heç olmaz? Deyim sənə. Bax, birinci ilk olaraq yadında saxla ki, onsuz da köməkçi nitq hissələri cümlə yazılı olmur da, düzdür? Onun üçün nələr mübtəda olmayacaq deyəndə köməkçiləri zaten çıxırsan. Onlar onsuz da mübtəda olmur. Nələr mübtəda olmayacaq deyirsə, köməkçiləri mübtəda olmayanların siyahısına götürürsən, olanların siyahısından çıxırsan. İndi gələk əsas nitq hissəsinə, zaten köməkçisi bilirdin. Əsas nitq hissələrini yadında saxla. Təsriflənən feillər. Təsriflənməyən feillərdən də feili bağlama. Bunun qabağına yazıram ki, yalnız onsuz da zərfli olur da bu. Yalnız zərflik olur. Deməli, əsas nitq hissələrindən təsriflənən feillər və feili bağlamalar.
onsuz da yekun olaraq hər ikisi feildir. Feil. Sadəcə yadınıza saxlayın ki, təsriflənən feillər ümumiyyətlə mübtəda olmur. Təsriflənməyən feillərində feili bağlama mübtəda olmayacaq. Çünki feili bağlama olsa təkcə zərflik olmuş olur. Bunları yadınızda saxlayın. Daha sonra nə edəcək yoldaşlar? Nə edəcək? Mübtəda feili birləşmə, isim birləşmə ifadə olunarsa mürəkkəb olacaq. Çünki elə feili birləşmə, isim birləşmə özü də axı söz birləşməsi sayılır. İndi gəlin feili birləşmələrə aid bəzi nümunələr yazaq sizə. Məsələn yazıram ki, bayaq yazdığımız nümunələrdən birini yazaq. Oxumaq maraqlıdır. Maraqlıdır. Bir dəfə də yazıram ki, dərs oxumaq maraqlıdır. Gəlin təhlil edək. Deməli, necədir? Maraqlıdır. Nə? Oxumaq. Necədir? Maraqlıdır. Nə? Dərs oxumaq. Yoldaşlar, hər iki cümlədə oxumaq sözü var. Birində feil, üzr istəyirəm, hər iki cümlədə mübtəda var. Birinci cümlədə mübtəda məstərlə ifadə olunub. Məstər də nədir? Nitq hissəsində, düzdür? Deməli, bu sadə mübtəda sayılır. İkinci cümlədə mübtəda məstər yox, məstər tərkibi ilə ifadə olunub. Deməli, bu sayılacaq artıq mürəkkəb mübtəda. Bu cümlədə yazıma plus qoyduğum cümlədə deyir ki, mübtəda ilə ifadə olunub. Variantlarda var. Məstər, tutaq ki, A-da var məstər, C-də də var feili birləşmə. Söhbət plus qoyduğum cümlədən gedir. Yəni, dərs oxumaqdan söhbət gedir. Dərs oxumaq mübtəda olan cümlədən söhbət gedir. Dərs oxumaq maraqlıdır. Deyir cümləsi mübtəda ilə ifadə olunub. A-da var məstərlə, B-də var feil birləşmə. Yəni, hansını götürərsən? Düşünəcəksən. Dərs oxumaq məstər deyil, məstər tərkibidir. Niyə? Çünki bir söz məstərdir, amma iki söz birləşəndə məstər yox, məstər tərkibi yaranır. Yaxşı, məstər götürə bilərsən? Yox, götürəməsən. Çünki məstər deyil, məstər tərkibi. Gəlirsən bura. Feili birləşmə. Götürünmü, götürünmü? Mən demişəm axı, tərkiblə birləşmə sinonimdir. Sən buna məstər tərkibi deyə bilmirsənsə, məstər tərkibi yoxdursa, onu feili birləşməni düz götürəcəksən. Yaxşı? Çünki elə məstər tərkibi həm də feili birləşmədir. Yaxşı? Eyni şeydir. Cavab olacaq C variantı. Və yaxud da yazıram ki, məsələn, çox oxuyanlar və yaxud da yazıram ki, çox yazmayaq. Yazıram. Dərs oxuyanlar gəldilər. Nə etdilər? Gəldilər. Kim? Dərs oxuyanlar. Bura mübtəda ilə ifadə olunub. Feili sifətlə? Yox, feili sifətlə ifadə olmayıb. Niyə? Oxuyan feili sifətdir. Orada bir problem yoxdur. Məsələ buradır ki, axı bu feili sifət deyil, bu feili sifət tərkibidir. Onca feili sifət tərkibi, feili sifət deyə bilmərsən. Ya feili sifət tərkibi deməlisən, feili sifət tərkibi yoxsa feili birləşmə deməlisən. Aydındır? Yaxşı, bəzən bir fərqli formada qarşımıza çıxa bilər. Belə çıxa bilər. Məsələn, yazıram ki, kömək etmək lazımdır. Kömək etmək lazımdır. Lazımdır olur xəbər. Nə lazımdır? Kömək eləmək. Yaxşı, burada soruşur ki, mübtəda nə ilə ifadə olunub? Aha, deməli dedi ki, kömək eləmək burada mürəkkəb feildir. Mürəkkəb feil bir söz sayılır. Ona görə bura mübtəda quruluşca sadədir, mürəkkəb deyil. Niyə sadədir, mürəkkəb deyil? Çünki təkrar edirəm. Bax, kömək eləmək nədir? Mürəkkəb feil. Mürəkkəb söz bir söz sayılırmı? Bir sözdür. Həm də belə düşün, mürəkkəb feil nitq hissəsidir axı. Burada mübtəda nitq hissəsinə ifadə olunur. Ona görə sadədir. Amma məsələn yazsam ki, Əliyə və yaxud da belə etdilə, bunu havaydan yazmayaq, baxın. Bununla əvvəlinə yazıram ki, sənə kömək eləmək lazımdır. Lazımdır nə? Sənə kömək etmək. İndi bura bax. Kömək eləmək bir söz sayılır. Bu bir sözdür. Sənə də bir söz sayılır. Birlə birini toplasan iki söz olur. İki sözsə bu söz birləşməsi sayılır. Ona görə sənə kömək eləmək lazımdır. Birləşməsə sənə kömək eləmək artıq məstər tərkibi və yaxud da ki, feili birləşmə deyə bilərsən.
Bu belə. Bir də bu tipli cümlələrdə əgər cümləni təhlil eləyirsənsə, bax nəyə fikir verəcəksən. Bax burada. Aha. Burada etmək, maqmək məstəri gördün. Bu məstər özündən əvvəl nə qədər söz gəlirsə, hamısını başına yığıb tərkib yazır. Sən bura 10 dənə söz yaz. Bu məstər hamısı nə yazsan, hamısı bu tərkibə daxil olur, mübtəda olur. Bu belə. Belə çıxır ki, tərkiblərin önündə bəzi istisnalar çıxmaqla yalnız baş sözlər olur. Yaxşı? Yəni tərkiblərin sən əvvəlində bir dənə mübtədanı ayıra bilərsən, mübtədanı düz xətt çəkə bilərsən, onlar mübtəda. Qalan nə varsa hamısını bu tərkibə qatmalısan. Yaxşı? Bu belə. Bu da oldu mübtəda. Deməli, quruluşunu danışdıq. Sualların falan da. İndi mübtəda tutaq ki, daha çox kim, nə, hara sualına cavab verəcək. Kim, nə, bir də hara sualına cavab verəcək. Hara. Elə bu sualla bağlı sizə bir şey deyim. Baxın, yalnız hara sualına cavab verən üzv mübtəda olur. Hara, bir də hara ilə yanaşı haraya. Bu iki suala cavab verə bilirsə zərflik olur. Zərflik. Amma yalnız hara sualına cavab versə mübtəda olur. Gəlin baxaq. Deyirəm ki, Bakı gözəldir. Gözəldir. Hara? Bakı. Buna hara sualını vermirsən, düzdür? Hara. Bir də haraya sualını yoxla. Gözəldir haraya? Yox. Görürsən, haraya deyə bilmirsən. Haraya deyə bilmirsən. Təkcə hara deyə bilirsənsə, olur mübtəda. Amma məsələn nə yazaq? Məsələn belə yazaq. Yazıram ki, düz biraz dəyişiklik olacaq cümlədə, amma yazaq da. Məsələn yazıram ki, Bakıya getdim. Sual ver, nə etdim, getdim, hara getdim? Bakıya getdim. Hara deyirsən, tək hara demirsən axı. Həm deyirsən hara, həmə deyirsən haraya. Hər ikisini deyə bilirsən deyə, hər ikisini deyə bilirsən. Burasına zərflik deyəcəksən. Özə niyə buna mübtəda deməyəcəksən? Getdim xəbər kimə aiddir? Getdim xəbər mənə aiddir də. Bunun mübtədası olsa mən olmalıdır. Aydındır? Bu belə. Mübtəda haqqında bu qədər. İndi keçək xəbərin danışaq. Deməli belə yazaq xəbər. Yoldaşlar, cümlənin ən müstəqil üzvü, mübtəda idi. Amma cümlənin ən zəruri üzvü xəbərdir. Bu nə deməkdir? Mübtəda olmasa cümlə olar. Məsələn yazıram ki, gəldim. Aha, inşallah yaza bilsək yazacağıq. Yazıram ki, gəldim. Nə etdim? Gəldim. Görsən cümlədir. Mübtəda var? Yox. Deməli mübtəda olmasa da cümlə olar. Mübtəda zərurət deyil. Amma yazıram ki, mən dünən mübtədanı yazmıram. Mübtədanı yazmışam, xəbəri yazmıram. Görürsünüz, cümlə alınmır. Mən dünən gəldim sözün cümləsində. Gəldimi yazsan, olur cümlə. Gəldimi pozsaq, görürsünüz, cümlə olmur. Aydındır? Deməli, olmazsa olmaz nədir? Yəni, cümləni formalaşdıran zəruri üz nədir? Bax, həmən zəruri üz xəbərdir. Amma zəruri olsa da xəbər mübtədadan asılıdır. Mən dünən gəldim deyirsənsə, gəldim. Burada mən mübtəda əsas tərəfdir, gəldim xəbər aslı tərəfdir, yaxşı? Və yadınıza saxlayın ki, xəbər cümlədə yalnız mübtədadan asılı olur. Mübtədadan başqa heç səndən asılı olmur.
Xəbər. Aha, xəbər nədir ümumiyyətlə? Yəni, xəbər mübtədaya aid hərəkət və hökm bildirir. Xəbərin sualları nədir? Feili xəbər daha çox nə ol, bir də nə et suallarına müxtəlif şəkil və zamanlarda dəyişmiş formalarına cavab verir. Nə etdi, nə edəcək, nə olmuşdu, nə olacaqdı və s. Bir də ismi xəbərlərində sualları olur. Məsələn, tutaq ki, sifətin sualları, sifət xəbər olarsa, elə hansı suala cavab verir, o suala cavab verəcək. İsimləşməyibsə, ismin sualı belə deyək də, elə isim olursa isimin sualına cavab verir, zərf olursa zərfin sualına cavab verir. Başa düşürsünüz necə? Məsələn, tutaq ki, necədir sualına cavab verirsə, necədir? Bilirsən ki, ya sifət olacaq, ya zərf. Düzdür? Kim sualına cavab verirsə, bilirsən ki, isim daha çox kim sualına cavab verir. Sifət isimləşində kim sualına cavab verir. Aydındır? Amma kim xəbərin sualı deyil, yadında saxla. Xəbərin sualında həmişə xəbərin şəkilçisi olmalıdır. Kimdir xəbərin sualıdır. Tək kim xəbərin sualı deyil. Məsələn, bəzən belə bir sual olur, deyir ki, ismi xəbərin ifadə var, ismi xəbərin sualı ola bilməz. Bax, bura yazır, nə edir? Bir də yazır ki, kim? Hansı ismi xəbərin sualı olmaz? Heç bir ismi xəbərin sualı olmaz. Niyə? Nə edir? Feil forması da axı. Feili xəbərin sualıdır. Kim də görürsünüz? Kim ümumiyyətlə xəbərin sualı deyil. Yaxşı. Xəbərin sualı olması üçün burada bir dır olmalıdır. Yadında saxla. Ya da idi olmalıdır. Kimdir? Kim idi? Bu belə. Nəysə yoldaşlar, davam eləyək. Deməli, nə et, nə ol sözlərinin müxtəlif şəkildə zamanlara dəyişmiş formasında birinə cavab verəcək. Xəbər də quruluşca sadə, mürəkkəb olacaq. Necə ki, mübtədanın sadəsi mürəkkəb olurdu, xəbər də o formada sadə mürəkkəb olacaq. Və eynidir. Nitq hissəsindən ifadə olunan xəbər sadədir, söz birləşməsindən ifadə olunan xəbər mürəkkəbdir. Məsələn, tutaq ki, deyirəm ki, hava gözəldir. Necədir? Gözəldir. Görürsünüz, nitq hissəsindən ifadə olunub sadədir. Amma desəm ki, o mənim dostumdur. Mənim dostum üçüncü növdə bir yerdə xəbər olur. O olur mübtəda. Görürsünüz, söz birləşməsindən ifadə olunduğu üçün bu mürəkkəb xəbər olmuş olacaq. Aha. Məsələn, deyirəm ki, indi bayaqları mürəkkəb feil məsələsini mübtəda dedim, burada deyəcəm. Məsələn, yazıram ki, o həkim oldu. Nə etdi? Həkim oldu. Kim o? Bura xəbərə mürəkkəb demə. Ol, et, bil mürəkkəb feil yaradıb. Həkim olmaq mürəkkəb feildir. Mürəkkəb feil. Mürəkkəb feil nə adlanır? Mürəkkəb feil nitq hissəsidirmi? Düzdür? Nitq hissəsindən ifadə olunan cümləsi sadə olurmu? Deməli, burada mürəkkəb feil olduğu üçün, nitq hissəsi olduğu üçün o həkim oldu cümləsində xəbər sadədir, mürəkkəb deyil. Yoldaşlar, xəbər mübtədaya aid hərəkət və hökm bildirəcək. Hərəkət, hökm. İndi bu hərəkət, hökm sözləri niyə deyirik? Rəngi dəyişək. Hərəkət, hökm. Baxın, hərəkət və hökm. Hərəkət bildirən xəbərlər feili xəbər sayılır. Hərəkət bildirən xəbər feili xəbər sayılır. Hökm bildirən xəbər ismi xəbər sayılır. İndi ismi xəbər nədir, feili xəbər nədir? Bunlardan danışım sizə. Yoldaşlar, feili xəbər bərabərdir feilin şəkilləri. Feilin şəkilləri var deyə əmr, arzu, vacib, lazım, şərt, xəbər. Bax, feilin şəkilləri feili xəbərdir. İsmi xəbər. Baxın, digər nitq hissələrdir. Yəni, adlar yazıram. Ad nədir? Feildən başqa digər nitq hissələri, isim, sifət, say, əvəzlik hissələr, düzdür. İsmi xəbərə yazıram adlar. Bir də yazıram təsriflənməyən feillər. Əziz yoldaşlar, təsriflənməyən feillər 3 dənə də bilirsiniz, düzdür? Təsriflənməyən feillər məsdər,
feili sifət və feili bağlamadır. Yadınıza saxlayın. Bunlardan feili bağlama ümumiyyətlə xəbər olmur. Mübtədada yazmışdım ki, feili bağlama yalnız zərfli olur, düzdür? Feili bağlama xəbər olmur. Bunu saymayacaqsan. Məstərlə feili sifət ismi xəbər olur. Bu ən vacib məqamdır, ən çox da istifadə olunan məqamdır, müdavimlərin ən çox çaşdığı məqamdır. Məstərlə feil sifət ismi xəbərdir. Ay müəllim, axı bu feildir, niyə ismi xəbər olur? Olur. Yadınıza gəlir, söz birləşməsində demişdik ki, məstərlə feil sifət ismi birləşmə ola bilər. Bu da məstərlə feil sifət elə eyniyyət təşkil edəcək. Məstərlə feil sifət ismi xəbərdir, feili xəbərini deyil. Məsələn, deyirəm ki, mənim işim oxumaqdır. Məsələn, buraya yerləşməlidir. Gəlin buraya yazaq. Oxumaqdır. Oxumaqdır xəbər. Nədir oxumaqdır? Nə? Mənim işim. Mənim işim mübtədadır. Söz birləşməsindən ifadə olunub mürəkkəbdir. Oxumaqdır xəbərdir. Yaxşı, feili xəbərdir, ismi xəbər. Görsən maqmək məstəri. Məstəri nə yazmışıq? Məstər ismi xəbərdir. İsmi xəbər. Aydındır. Və yaxud da yazıram ki, məsələn, tutaq ki, meyvə yeməlidir. Ye sözün kökü, malı feil sifəti. Meyvə necədir? Yeməlidir. Yeməli feil sifəti olduğu üçün bu ismi xəbər sayılacaq. Bunlara xüsusi diqqətli olmağınız lazımdır. Bir də onu deyim ki, xəbərin quruluşundan danışdıq. Yadınıza saxlayın. Deməli, nəyi yadınıza saxlayacaqsınız? Feili xəbərin mürəkkəbi olmur. Feili xəbər yalnız sadə olur. Bunu yadınıza saxlayın. Sən mürəkkəb xəbər axtarsansa, get ismi xəbər axtar. Yaxşı, feili xəbərin mürəkkəbi olmur. Feili xəbər yalnız sadə olmuş olur. Aha, bu belə. Yoldaşlar, xəbər olan, amma sual tələb etməyən, suala cavab verməyən sözlər var. Bu sözlərin birinci qrupu predikativ sözlərdir. Predikativ sözlər. Bəzən buna söz xəbərlər də deyilir. Söz xəbərlər. Predikativ sözlər sual tələb etmir, suala cavab vermədən xəbər olur. Predikativ sözlər yazıram bura. Var, yox, bunu seçək bura. Lazım, var, yox, lazım, gərək. İndi sən qayıt bura yeri və mümkün. Bir də bəs. Bu var, yox, lazım, gərək, mümkün, bəs. Bunlar predikativ sözlərdir. Yəni söz xəbərlərdir. Sual tələb etmir. Suala cavab vermədən xəbər olur. Və ayrıca xəbər olur. Məsələn, yazıram ki, mənim işim var. Bu var. Görürsən, vara sual verə bilmirik. Görürsən, bax, sual verə bilmirik. Amma xəbər olur. Var, nə? Mənim işim. Aydındır. Və yadınızda saxlayın ki, bu predikativ sözlər, söz xəbərlər ismi xəbər sayılır. İsmi xəbər olur. Aydındır. Predikativ sözlər suala cavab vermir və ismi xəbər olur. Buna xüsusi diqqət yetirməniz lazımdır. Yaxşı, başqa suala cavab vermədən xəbər olan sözlər hansılardır? Onu da yazıram bura. Yoldaşlar, sual əvəzlikləri suala cavab vermədən, sual tələb etmədən xəbər olur. Gəlin yazaq. Deyirəm ki, o kimdir? O kimdir? Bu bir cümlədir. Burada kimdir sözü xəbərdir. Sual verə bilərsiniz.
Maksimum kimdir sözün bir dəfə təkrarlaya bilərsiniz. Kimdir? Kimdir. Belə deyə bilərsiniz. Başa düşürsünüz? Kimdirə xəbər deyəcəksən, oya deyəcəksən mübtəda. Mübtəda da əvəzliklə ifadə olunub, xəbər də əvəzliklə ifadə olunub. Xəbər sual əvəzliklə ifadə olunduğu üçün suala cavab vermir, sual tələb eləmir. Aydındır? Bu belə. Təkrar edirəm, suala cavab vermədən, sual tələb eləmədən cümlə yazılan sözlər nədir? 1. Predikativ sözlər, 2. Sual əvəzləri. Bunların içindən sual əvəzləri həm də mübtəda ola bilər. Məsələn, yazıram ki. Mübtədanı keçmişik deyə mübtədanı rahat danışa bilərəm mübtədadan. Yazıram ki, kim gəldi? Bu da cümlədir. Nə etdi? Gəldi. Görürsünüz, kim sözü burada sual əvəzli idi. Mübtəda olub deyə buna sual verə bilməyəcəyik. Aydındır? Elə xəttin çəkib deyəcək mübtədadır. Bu belə. Bunlara diqqətli olmaq lazımdır. Deməli. Bəzən belə bir bu tip sual düşə bilər ki, bunu inşallah ki, bu deyəcəyim sual ümumi cümlə üzərindən bağlıdır. Ona görə bu cümlə üzərinin digərlərinin ikinci dərəcəli üzərçəsində sizə deyəcəm. Bir dəfə də ümumiləşdirək. Suala cavab vermədən sual tələb etməyən xəbər olan sözlər var. Bunlara predikativ sözlər, yəni söz xəbərlər deyirik. Predikativ sözləri buraya yazmışam, əzbərləməlisiniz. Digər söz qrupu sual əvəzlilərdir ki, sual tələb etmədən, suala cavab vermədən deməli xəbər ola bilər. Bunların içərisindən predikativ söz yalnız xəbər olur. Sual əvəzləri xəbərlə yanaşı mübtəda da ola bilər. Xəbər olanlara sual tələb eləmir. Mübtəda olanlara sual tələb eləmir. İkinci bir şeyə keçirik, ikinci bir məqama keçək. Əvvəl sual olaraq deyirəm ki, sizcə frazalar, yəni frazeyemlər, frazeoloji birləşmələr, bunu siz frazalar, frazeyemlər qısa adı ilə tanıyırsınız. Sizcə frazalar ismi xəbərdirmi, feili xəbərdirmi? Yəqin ki, çoxunuz deyəcəksiniz ki, frazalar feili xəbərdir. Amma frazalar həm feili xəbər ola bilər, həm də ismi xəbər ola bilər. Yaxşı. Siz bilirsiniz ki, feilin təsvirlənməyən formalarından məsdər və feili sifət ismi xəbərdir. Düzdür? Ona görə əgər frazalar məsdər feili sifət formasında olarsa, ismi xəbər sayılır. Feilin şəkilləri formasında olarsa, feili xəbər sayılır. Gəlin dediyimizə aid nümunə yazaq. Məsələn, deyirəm ki, sənin məqsədin məni cin atına mindirməkdir. Məni cin atına, bunu eləyək ki, biraz istəsə mindirməkdir. Olsun belə. İndi baxın. Burada nə var? Burada belə bir şey var ki, cin atına mindirməkdir. Düzdür? Cin atına mindirmək diri qəbul edib bir yerdə olub xəbər. Cin atına mindirməkdir. Nə? Sənin məqsədin. Məni cin atına mindirməkdir. Məni də qatırıq bura. Düzdür? İndi baxın. Cin atına mindirmək ismi xəbərdirmi, yoxsa feili xəbərimi düşünsənsə, bunu son necə bitir? Mindirmək. Məsdər görsən. Məsdər nə olur? Məsdər axı ismi xəbər olur. Ona görə sən buna deyəcəksən ki, burada frazeoloji birləşmə ismi xəbər olmuş olur. Feili xəbər yox. Amma yazsam ki, məsələn, cin atına mindim. Görsən, bura məsdər yoxdur. Feilin xəbər şəklindədir. Yəni, feilin şəkildir. Cin atına mindim bir yerdə xəbər olur və feili xəbər sayılmış olur. Ona görə təkrar edirəm. Təsvirlənməyən feil formasında olan frazeoloji birləşmələr ismi xəbər sayılır. Amma təsvirlənən feil formasında olsaydı, o artıq feili xəbər sayılmış olurdu. Yaxşı yoldaşlar, sizcə sual əvəzlikləri feili xəbərdirmi, ismi xəbərdirmi? Sual əvəzlikləri yazaq bura. Sual əvəzlikləri. Yəqin ki, deyəcəksiniz ismi xəbərdir, amma sual əvəzləri həm feili xəbər ola bilər, həm ismi xəbər ola bilər. Həm feili, həm də ismi xəbər ola bilər. Məsələn, deyirəm ki, o kimdir?
Kimdir? İsmi sualda, düzdür? Ona görə sən buna deyəcəksən ki, ismi xəbərdir. Və yaxud deyirəm ki, necəsən? Bu da bir cümlədə, düzdür? Sən yazaq bura, sən necəsən? Necəsən sifətin sualıdır, bu da ismi xəbərdir. Amma deyirəm ki, sən nə edirsən? Nə edirsən? Görürsən, nə edirsən sual əvəzi olsa da, amma etmək feildir axı burada. Ona görə sən buna feil xəbər deyəcəksən. Yaxşı. Başqa bir şey deyirəm. Deyirəm ki, sənin işin nə etməkdir? Etməkdir. İndi bu nümunədə çarıxma. Niyə çarıxma? Nə etməkdir? Ay, mənəm feildir, feil xəbər olsun. Yox, feildir, amma hansı formada olan feildir? Məstər forması olan feildir. Ona görə yenə ismi xəbər olmuş olur, yaxşı. Amma burada nə edirsən? Təsriflənməyən formada yox, təsriflənən formada olan feil olduğu üçün bu feili xəbərdir. Feili xəbər, amma bu ismi xəbərdir. Bu ismi xəbərdir. Bu belə. Bunları da bilmiş oldunuz. Yaxşı, son olaraq bir də mübtəda ilə xəbərin uzlaşmasını sizə deyim. Yoldaşlar, mübtəda ilə xəbərin şəxsə və cəmiyyətə görə uzlaşması var. Şəxsə, cəmiyyətə görə uzlaşma. Deməli, burada nədir vəziyyət? Burada vəziyyət belədir ki, deməli, mübtəda hansı şəxsdədirsə, xəbər o şəxsdə olmalıdır. Məsələn, mübtəda mən birinci şəxsin təkindədirsə, xəbərdə gəldim. Birinci şəxsin şəxs şəkli olmalı. Görürsünüz? Gəldim, birinci şəxsin təkidir, məndə birinci şəxsin təkin bildirir. Amma onlar olsa, onlar yenə gəldilər olmalıdır. Gəldilər. Çünki bu da üçüncü şəxsin cəmidir, bu da üçüncü şəxsin cəmidir. Düzdür? Belə olmalıdır. Şəxsə görə uzlaşma budur. Yaxşı, cəmiyyətə görə uzlaşma nədir? Cəmiyyətə görə uzlaşma budur ki, deməli, mübtəda cəmdədir. Gəlin yazaq. Məsələn, yazıram ki, uşaqlar gəldi. Bax, uşaqlar nə etdi, gəldi? Kim uşaqlar? Uşaqlar mübtədadır, cəmdir, düzdür? Sən xəbər də cəmdə verməlisən. Uşaqlar gəldilər yazmalısan. Aydındır? Belə olmalıdır. Və yaxud da ki, yazıram ki, cəmaət gəldi. Burada nə etdi, gəldi? Kim cəmaət? Burada durub demək, cəmaət cəmdədir, gəldilər olmalıdır. Cəmliyin yeganə göstəricisi larlərdir. Cəmaətdə larlər var? Yox. Larlər yoxsa bu təkdədir. Bu təkdədir, xəbərə təkdədir, bu okeydir. Yaxşı, diqqətli olmaq lazımdır. Deməli, əgər toplu isimlər cəm şəkilçisi qəbul edilməyibsə, onun xəbərini təkdə verməlisən. Yaxşı? Təkrar edirəm, toplu isimlər cəm şəkilçisi yoxsa xəbəri təkdə ver. Amma məsələn yazıram ki, sürülər. Hə, bu larlərə görə sən artıq gəldilər yazmalısan. Bunlar okeydir, bunlar biləcəksiniz. Məsələn yazıram ki, ağaclar. İndi deyəcəksiniz ki, ağaclar cansızdır. Bunun xəbərini tək verək. Yox, elə bir şey yoxdur. Xəbərinlə mübtədanın uzlaşması budur ki, cəm tək. Heç bir istisna yoxdur. Cəm tək. Ağaclar qırıldılar olmalıdır. Qırıldılar. Yaxşı, bir dənə məqam yazım sizə. Diqqətinizə yayınacaq bir məqam yazım sizə. Yazıram ki, uşaqların hamısı gəldi. Sizə düz eləmişəm, səhv eləmişəm. Nə etdilər, gəldilər? Kim uşaqların hamısı? Baxırsınız ki, uşaqlarda larlər cəm var, xəbərdə də cəm var. Deyirsiniz ki, düz eləmişsiniz müəllim. Mən deyirəm ki, yox, düz eləməmişəm. Niyə? Bunu poz, gəl bura. Əgər mübtəda söz birləşməsindən... Bu niyə pozdum? Təkrar yazaq. Əgər mübtəda söz birləşməsindən ifadə olunarsa, həmin söz birləşməsinin xəbərlə uzlaşdırarkən əsas tərəfinə baxmalısan. Bilirsən ki, bu aslı tərəfdir, bu əsas tərəfdir. Gəl əsas tərəfə. Hamısında cəmlik var, yoxdur, çünki larlərimiz yoxdur. Deməli, bu təkdə sayılır. Əsas tərəf təkdədir, xəbər təkdə verməlisən, larlər
yazmamalısan. Bu da oldu mübtəda və xəbərin cəmiyyətə görə uzlaşması. Deməli belə yoldaşlar. İndi bir də xəbərin ifadə vasitələrindən təkrar qayıdaq bir şey deyək. Deməli xəbər nə ilə ifadə olundu? Əsas nitq hissələrindən xəbər nə ilə ifadə olunmur? Gəlin onu yazaq. Olunanları yazaq, olmayanlar qalsın kənarda. İsimlə ifadə olundu, olundu. Sifətlə ifadə olunur, olunur. Sayla ifadə olunur, olunur. Əvəzliklə ifadə olunur, olunur. Zərflə ifadə olunur, olunur. Feillə ifadə olunur, olunur. Yaxşı, nələrlə ifadə olunmur? Bax, isimlərdə təsirli hal xəbər olmur. Təsirlik hal xəbər olmur. Yaxşı, bunu yadınıza saxlayın. Feillərdən feili bağlama ümumiyyətlə xəbər olmayacaq. Buna diqqətli ol. Bu ikisi xəbər olmayacaq. Aha, bu belə. Bir də bir şey təkrar deyim sizə. Hərəkət bildirən xəbər, hökm bildirən xəbər. Dedi ki, hərəkət bildirən feili xəbərdir, hökm bildirən ismi xəbərdir. Bir də isimə aid belə bir şey var. Baxın, deyir ki, isimin hansı halı mübtədaya aid hökm bildirə bilməz? Təkrar edirəm. İsimin hansı halı mübtədaya aid hökm bildirə bilməz? Mübtədaya aid hökm bildirmək nədir? Bayaq dedik axı, hərəkət bildirən xəbər var, hökm bildirən xəbər var. Hökm bildirmək, yəni xəbər olmaq, yəni ismi xəbər olmaqdır, düzdür? Mübtədaya aid hökm bildirmək, yəni mübtədaya aid xəbər olmaqdır. İndi ismin hansı halı mübtədaya aid hökm bildirə bilməz deyirsə, gəlib təsirliyi seçirsən, deyirsən ki, təsirli xəbər olmadığı üçün mübtədaya aid hökm bildirə bilməz. Bu qədər yoldaşlar, ümid edirəm ki, faydalı oldum. Uğurlar.